Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda natural ədədlər bölməsinə aid paylaşdığım sınağın izahına baxacağıq. Qeyd edim ki, bundan əlavə rəy bölməsində digər platformalarında linkini yerləşdirmişəm. Həmin linklərə daxil olaraq paylaşdığım sınaqları, testləri, PDF-ləri, qaydaları, izahları və s. hər birindən faydalana bilərsiniz. Dərslərə qoşulmaq və ya dərslər haqqında məlumat əldə etmək üçün göstərilən nömrəyə WhatsApp-da yaza bilərsiniz. Hər birinizə uğurlar olsun. Video izahında sizə faydası varsa, bəyənib, paylaşıb, kanala abunə ola bilərsiniz. Başlayaq sualların izahına. Birinci sualdan baxırıq. Birinci sualda bizə deyir ki, 2x plus 5y bərabər 40, şərtini ödəyən x, y natural ədədlər cütü var. Neçə ədəd soruşur. Bir-bir bunları tapmırıq təbii ki. Bir-bir də tapa bilərik, amma böyük ədəd verəndə bu vaxt tələb edir. Onun üçün qayda kimi də qeyd edə bilərsiniz. Bu tip suallarda əkov AB yazaq, yəni verilən həmin ədəd. Əkov AB çıxılsın, deməli 1. Qarşısında isə verilən ədədi, yəni belə yazaq. Ədəd bölünsün. Mötərizi yazaq. Əkovlarına və çıxılsın 1. Yəni burada biz 40-ı bölməliyik. Əkov 2 və 5 üçün. 2 və 5-ə və çıxmalıyıq 1-i. Bu da bərabər olacaq. 2 və 5 üçün əkov qarşılıqlı sadə ədəd olduğuna görə hasilləridir. Yəni 2 vurulsun 5 10-dur. 40-ı 10-a böləndə düşəcək 4, çıxılsın 1, cavabımız eləcək 3 ədəd. Yəni cavabımız olacaq C variantı. Məsələn, həmin ədədləri də belə seçə bilərik. Tutaq ki, biri A-dır, birini isə x-y qeyd edib, biz ilə x-y yazaq. X və y. Məsələn, ədədlərdən biri 10 olsa, digəri 40-dan 10-un çıxanda 30 olar. Sonra ədədlərdən biri 20 olsa, digəri də 20 olmuş olar. Ədədlərdən biri 30 olsa, digəri də 10 olmuş olacaq. Yəni 2 vurulsun 5 kimi, 5 vurulsun 6 kimi və s. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda AB qarşılıqlı sadə ədədlərdir, yəni ortaq bölənləri yoxdur. Verilən ifadəyə görə bizə deyir ki, A üstəgəl B-nin cəmini tap. Ortaq məxrəc gətirmək üçün burada B-ni A-ya vurmalıyıq, A-nı isə B-yə vurmalıyıq. A-nı A-ya vuranda onda olur A kvadratı, kəsir xəttini çəkək. Aşağıda A vurulsun B, ikisində də artıq ortaq məxrəc olur. Üzərinə gəlsin B-nin kvadratı, bərabər olur 15-də 34. 15 və 34 görür ki, qarşılıqlı sadə ədədlərdir. Yəni ortaq bölənləri yoxdur. 34-ün bölənləri 2 və 17-dir. 1-i təbii ki saymırıq. 15-in bölənləri isə 3, 5, 15-in özüdür və bunların ortaq böləni olmadığına görə bunlar olur qarşılıqlı sadə ədədlər. İndi biz burada hasilləri 15 olan ədədlər hansılar ola bilər? 1, 15 ola bilər və 3, 5 ola bilər. 1, 15-in kvadratlar cəmi 34 etməz təbii ki. 3 və 5. 3-ün kvadratı 9, 5-in kvadratı 25. 25 ilə 9 toplayanda 34 verirmi? Bəli. Deməli, ədədlər 3 və 5-miş. Cəmimiz soruşur. 3 üstə gələcək 5, cavabımız eləcək 8. A variantı. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda yazıb ki, 4n çıxılsın 15 və bölünsün n. Kəsrini tam ədəd edən neçə natural n qiyməti var. Baxın, bu tip suallarda suallar müxtəlif cür ola bilər. Kəsrini natural ədəd, məsələn, burada tam yazıldı. Natural ədəd edən neçə natural ədəd var, onu soruşa bilər. Kəsrini tam ədəd edən neçə tam ədəd var, onu soruşa bilər. Və yaxud da kəsrini natural ədəd edən neçə tam ədəd var, onu soruşa bilər. Buna mütləq diqqət edirik. Tam ədədlər nə idi? Tam ədədlər deməli, natural ədədlər, bir də natural ədədlərin nəyi? Əksi və plus 0. Yəni 1, 2, 3, 4, 5 sonsuz sayda, sonra əksinə -1, -2, -3, bir də 0. Biz belə ifadələrdə nə edirik? Təbii ki, bir-bir yoxlamaq bizim vaxtımızı alır deyə, daha sadə formaya salaq deyə. Biz bunu parçalayırıq. 4n bölünsün n, çıxılsın 15 bölünsün n şəklində yaza bilərik. Çünki hər biri üçün ortaq məxrəc elə n-in özüdür. Onda 4n-i n-ə böləndə n-lər getdi. Qaldı 4, çıxılsın 15 bölünsün n şəklində. Bizə deyək, kəsrin tam ədədidir. N-in də natural qiymətlərini soruşur. Yəni 15-in bizə nəyi lazımdır? Bölənləri. 15-in bölənləri də hansıdır?
15 1-ə bölünər, 3-ə bölünər, 5-ə bölünər və 15-in özünə bölünər. Qeyd etdiyim kimi yoldaşlar, baxın burada diqqət edin. Bizə deyir ki, kəsrini tam ədəd etsin. Əgər soruşsaydı ki, məsələn, sual versəydi ki, həmin o kəsri də natural ədəd etsin, biz burada 1-i yaza bilməzdik məsələn. Çünki 15-i 1-ə böləndə 15, 4-dən 15-in çıxanda artıq mənfi ədəd alınır, yəni tam ədəd alınır. Bizə naturalı soruşsaydı, yəni elə bir şərt versəydi yaza bilməzdik. Amma bu formada olanda bizə nə lazımdır? Sadəcə 15-in bölənləri. O da olur neçə ədəd? 4 ədəd, yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-cü sualda bizə deyir ki, 2 rəqəmli AB ədədindən B ədədin çıxı və K-nın kubu qalıbdır. Bizə deyir şərtini ödəyən neçə müxtəlif AB 2 rəqəmli ədədi var. K da burada natural ədəd qeyd edildi. AB-nin açılışı, məsələn, baxın belə bir şey göstərəm. Yazıram tutaq ki, 37. 37-nin açılışı nə deməkdir? 3 dənə 10-luq, yəni 3 vurulsun 10. Üzərinə gəlsin 7 dənə təşlik, yəni 7 vurulsun təşlik deyəndə 1-ə. Bu formada. Ona görə AB-nin açılışı bu formada olur. A 10-luqda durub, yəni 10A, üzərinə gəlsin B də təşkilikdə 1-1-ni vuranda elə B formasında yaza bilər. BA-nın açılışında bu formada olacaq ki, artıq B 10-luqda durduğuna görə 10B, üzərinə gəlsin 1 dənə təşkilik A, yəni A formasında yazılacaq. Üstdəkini silək, çaşdırmasın. İndi bizə deyir ki, fərqləri. Fərqləri deyəndə burada bir dəfə nə yazaq elə çıxmanı? 10A-dan A-nı çıxanda qalır 9A. Deməli, B-dən 10B-ni çıxanda elə 10B çıxılsın B, çıxılsın 9B şəklində yazırıq. 9A çıxılsın 9B bərabər olur nəyə? K-nın kubu. 9-u buradan kənarda çıxanda A çıxılsın B bərabər olur K-nın kubuna. Və bizə deyir ki, deməli K da natural ədəd. Kubdan söhbət gedirsə və 9-un misli olan ədəddən danışırıqsa, 9-un misli olan kublar hansı ədədlərin kubları var? Məsələn, baxın, burada yazsaq, belə də görə bilərsiniz. Tutaq ki, 1-in kubu 1-dir, 2-nin kubu 8-dir, 3-ün kubu 27-dir, 4-ün kubu deməli 64-dür, 5-in kubu 125-dir. Bizə onsuz 2 rəqəmli ədəd lazımsa, biz buna baxmırıq. 1-in kubuna baxmırıq, 2-nin kubuna baxmırıq. 2 rəqəmli ədədlərin kubu olan natural ədəddən söhbət edirsə, 27-dir, 3-ün kubudur. Bir də 64-dür. Yəni və 9-a vurulanda alınırsa, 64 təbii ki, ola bilməz. Çünki 9-un hansısa bir natural ədədə vuranda 64 alınmır. Deməli 27 imiş. Onda 9-u neçəyə vurub ki, burada həmin bu 27-ni alıbdır. Çünki K-nın yerində 3 yazılıb, yəni 3-ün kubu 27 alıb. Təbii ki, 9-u 3-ə vuranda. Deməli, A çıxılsın B fərqi, rəqəmlər fərqi neçə etməlidir? 3 etməliymiş. Rəqəmlər fərqi 3 edən ədədləri də yazsaq, rəqəmlər fərqi 3 edən ədədləri yazaq. Bu hissəni silək, bir də sən. Hansı ədədlərdir ki, rəqəmlər fərqi neçə edir? 3 edir. Bu da A-nın yerinə ən böyük rəqəm 9, 6 yaza bilərəmmi? Bəli. 9-dan 6-sını çıxanda 3. Yerini dəyişəndə 69 olur. 96-dan 69-un çıxanda həmin o 27 alınır. Sonra yaza bilərik 80, hər birini 1 azaldaq 5. Sonra 74, 64, 63, 52, 41 və 30. Düzdürmü? Bir də bunun tərsini yazmağa ehtiyac yoxdur. Çünki böyükdən kiçiyə çıxırıq. Cavabı natural ədəd aldığımıza görə. Burada nəyə fikir veririk? Bizə deyir ki, neçə müxtəlif AB 2 rəqəmli ədədi var. Biz 30-u yaza bilmərik. Nə üçün yaza bilmərik? Çünki 30 deyilən 2 rəqəmli ədəd var. Amma yerin dəyişəndə BA alınır axı. BA. BA olduğuna görə 0-3 deyilən 2 rəqəmli ədəd varmı? Xeyr. 30-u da yaza bilmirik. Yerdə qalanların yaza bildiyi neçə ədəd oldu? 1, 2, 3, 4, 5, 6 ədəd olmuş oldu. Cavabımız oldu C variantı. Növbəti suala baxaq. 5-ci suala baxırıq. 5-ci sualda deyir 2, 3 və 4 rəqəmləri ilə yazılan rəqəmləri təkrarlanmayan bütün 3 rəqəmli ədədlərin cəmini 9-a böldükdə qalır neçə alınır? Təbii ki, indi biz burada ədədləri də yaza bilərik. Tutaq ki, 234, 243, sonra tutaq ki, 432 və s. Bunları toplayıb 9-a bölə bilərik. Amma biz 9-a bölünmə qaydasını bilməliyik. Ədədin 9-a bölünməsi üçün yadımıza salaq ki, nə olmalıdır? Rəqəmlər cəmi 9-a bölünməlidir. Deyirik ki, ay müəllim, burada 2 və 3, 4. Bunların rəqəmlər cəmi 9 edir. 9 da onsuz 9-a bölünür.
Və onsuz biz rəqəmləri deyir ki, təkrarlanmayan. Yəni ancaq 2, 3, 4-dən istifadə edirik. 2, 3, 4-dən istifadə edirik. Onsuz hansı ədəd düzəldəksə düzəldək. Məsələn, istəyir 234, istəyir 432, fərqi yoxdur. Bunlar hər biri onsuz 9-a bölünəcək. Ona görə 9-a bölünən ədədlərdən nə qədər olursa olsun, hər biri tam 9-a bölündüyünə görə, qalıqsız bölündüyünə görə, bunların ilə cəmidə 9-a qalıqsız bölünər, yəni qalıq 0 qalmış olar. Yəqin ki, aydın olmuş olar. Keçək növbəti suala. 6-cı suala baxaq. 6-cı sualda bizə deyir ki, bölünənin qismətə nisbəti 12. Məsələn, tutaq ki, bölünəni yazaq. Qismətə nisbəti 12-dirsə, qismətimiz tutaq ki, A olsa, bölünənimiz bundan 12 dəfə çox 12A olmuş olar. Və bölənimiz neçədir bilmirik. Tutaq ki, 1 B-yə bölüb. Və qalıq da neçə qalıb? Qalıq da qalıb 4. Və bizdən nəyi soruşur? Bölənin ala biləcəyi qiymətlərin cəmini tapın. İlk belə deyək, baxışdan ağlımıza gəlir ki, bölünənin qismətə nisbəti 12-dirsə, bölən, yəni B ilə 12-dir də, başqa variant ola bilməz ki. Yəni ilk baxışdan elə görsənir. Amma burada fikir verin, qalıq 4 qalıb. Yəni 12 olması mümkün deyil. Çünki qalığı var. Qalığı olmasaydı, bəli, o formada düşünə bilərdik. Və biz burada nə bilirik? Biz bilirik ki, deməli, bölünən bərabərdir. Natamam qisməti vururuq bölənə, üzərinə nəyə gəlir? Qalıq. A vurulsun B-ni sola keçirdəndə 12A çıxılsın AB bərabər 4 olmalı. Və burada A-nı çölə çıxarsa, yerdə nə qalar? Deməli, yerdə qalar 12 çıxılsın B şəklində. 12 çıx B şəklində. Bu da bərabərdir 4-ə. A-nı neçəyə vuranda 4 alıb? Onda A bərabərdir 4-ü bölməliyik nəyə? 12 çıxılsın B. Və bundan əlavə biz nəyi bilməliyik? Biz bilməliyik ki, qalıq hər zaman kiçik olmadı nədən? Böləndən. Bölən. Məsələn, bölən 7-dirsə, qalıq 8 ola bilməz, 9 ola bilməz, 7-nin özü də ola bilməz. Qalıq mütləq, məsələn, 7-dən kiçik 1, 2, 3, 4, 5, 6 bunlar ola bilər. Və burada da qalıq neçə idi? 4. Bölən neçə idi? B idi də, düzdürmü? Yəni B mütləq nə olmalıdır? 4-dən böyük olmalıdır. Və 4-dən böyük olmalı. Bundan əlavə və natamam qismətinə 4-dən böyük ədədlər nəyə yaza bilər? 12-dən də çıxıbdır. A-nı 4-dən böyük ədədlərə vurub 4-dən böyük. Yəni belə qeyd edək. Deməli B böyük olmalıdır nədən? 4-dən. Və kiçik olmalıdır isə 12-nin özündən. Nə üçün 12-dən kiçik olmalıdır? Çünki əgər B-nin yerinə biz burada 12-dən böyük ədəd alsa, yəni yazsa, 12-nin özünü yaza bilmərik, 0 olar. 13-ü yazsa, məsələn, mənfi olar. Və burada A-nın qiyməti mənfi düzgün olarmı? Xeyr, olmaz. Deməli, B 4-dən böyük, mütləq nədən kiçik olmalıdır? 12-dən də kiçik olmalıdır. Bu ədədləri yaza bilərik. Və bunların içində hansıların yaza bilərik? Digər bir yanaşma göstərək, ikinci bir yanaşma. İkinci bir yanaşma isə budur. 4-ün bölənləri lazımdır. 4 hansı ədədlərə bölünür? Qeyd edək, 4-ün bölənləri 1-dir, 2-dir və 4-ün özüdür. Əgər 1 yazsaq, yəni 1 olsa, bunun yerinə 1 olsun. 4-ü 1-ə böləndə 4. A 4 düşür. A 4-ü neçəyə vuranda 4 eləyir? Təbii ki, 1-ə. Bu mötərizə 1-ə bərabər olsun deyə, yəni burada qeyd edək. 12 çıxılsın B bərabər 1 olması üçün B bərabər neçə olmalıdır? 11 olmalıdır. Bu 1. Sonra 1-nə işimiz qutardı. 2 olması üçün 4-ü 2-yə bölən neçə düşür? 2. Yəni A onda olur 2. 2 neçəyə vuranda 4 eləyir? Təbii ki, 2-yə. Deməli, onda 12 çıxılsın B bərabərdir 2-yə. Onda 12-dən 2-sini çıxanda B bərabərdir bir dəfə də 10 ola bilir. Sonra 2 ilə də işimiz bitdi. Yerdə qaldı 4 və 4-ün böləni yerinə 4 qoysaq, 4-ü 4-ə böləndə 1 düşür. Düzdürmü? Deməli, 1-dirsə A-nın yerinə 1 yazdıq. 1-i neçəyə vuranda 4 eləyir? Təbii ki, 4-ə. Deməli, bu dəfə də yazırıq 12 çıxılsın B bərabərdir 4-ə. 12-dən 4-ün çıxanda B də bərabər olur neçəyə? 8-ə. Yəni B-nin ala biləcəyi qiymətlər 11, 10 və 8 oldu. Bizdən də cəmi soruşur. 11 üstə gəl 10, üzərinə gəl 8. Cavab edir 29, yəni Y variantı. Güman edirəm ki, aydın olmuş oldu.
Keçək növbəti suala. 7-ci suala baxırıq. 7-ci sualda bizə deyir: 2 ədədin əbobu ilə kobunun cəmi 91, ədədlərin nisbəti 3/4 kimidir. Bu ədədlərin cəmini tapın. 3/4 kimisə ədədlərin biri 3x, digərinə də 4x yaza bilərik. Əbob nə idi? Əbobda hər biri üçün eyni olanlar. Hər biri üçün eyni olan nədir burada? X-dir. Demək əbobları x üzərinə gəlsin. Əkobu necə tapırdıq? Əkobda 3 ilə 4 qarşılıqlı sadə ədəddir. 3 4-ün 12. Bir də hər birində vurulsun x var da. Yəni bir dənəsini yazmalıyıq. 12x də bunların nə olur? Əkobları. Əkoblarını yazırıq 12x. Bunların cəmi demək 91. Yəni x üzərinə gəl 12x bərabər 91-ə. 13x bərabər olar 91. 91-i 13-ə böləndə x bərabər olur 7. Deməli ədədlərdən biri 3 7-ni 21, digəri 4 7-ni 28. Cəmlərini soruşur. Cəmlər eləyir 49. Və yaxud da 3 üstə 4 7x-dir. X də 7 olduğuna görə 7 7-nin cavab eləyir 49. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda deyir ki, AB 2 rəqəmli ədədi rəqəmlər cəminin 4 mislinə bərabər olarsa, BA ədədi rəqəmlər cəminin neçə mislidir? AB-nin açılışını bayaqki suallara qeyd etmişdik. 10 A üzərinə gəl B. Rəqəmlər cəminin, yəni A üzərinə gəlsin B rəqəmi. 4 misli vurulsun 4. Onda 10A plus B bərabər olur 4A plus 4B. 10-dan 4-ün çıxanda 6A bərabər olur 4-dən B-ni çıxanda 3B-yə. Hər birini burada 3-ə bölə bilərsiniz. 2A bərabərdir 1B. Burada belə bir şey qeyd etmək olar. Burada ədədləri bir-bir tapa da bilərsiniz. Məsələn, bu ədədlər nə ola bilər? A, B ədədini yazırıq da bu formada. Deməli, A-nı 1-ə vuranda, B-ni, daha doğrusu A-nın yerinə 1, B-nin yerinə 2 yazanda, yəni 2-ni 1-ə, 1-i 2-yə vuranda bu ədəd alınır da. Yəni ədədlərdən biri neçədir? 20, daha doğrusu 12. Yerini dəyişəndə bir saniyə. Deməli ki, qaytaraq bunu. Qaytara bilsə inşallah. Aha. Deməli A-nın yerinə 1, B 12 ola bilər. Sonra 1 2 idi axı. 1 2-yə vuranda 2, 2-ni 2-yə vuranda 4, 24 ola bilər. Sonra 1 üçün 3, 2 üçün 6, 1 4-ün 4, 2 4-ün 8. 5 yazsaq 2 5-in artıq 10 eləyər. Bu rəqəm keçir. Hər birini də yoxlayın. 12-nin rəqəmlər cəmi 3 eləyir. 3 4-ün 12. 24-ün rəqəmlər cəmi 6. 6 4-ün 24. 36-da da 3 ilə 6 9, 9 4-ün 36 bunu verir. BA ədədi də bunların əksi nə olur? Yəni 21, 42, 63, 84 və sair və ilə axır. Burada da hər hansı birində 21-i rəqəmlər cəminə böləndə 7, 42-ni rəqəmlər cəminə böləndə 7, 63-ü də rəqəmlər cəminə böləndə 7. Bunu sadəcə yazdım, bu formada göstərdim ki, kimsə həll edər bu formada görə. Çaşqınlıq yaradar ki, hansı ədədi götürək ki, düzgün cavab alaq. Hansı ədədi götürsəz, onsuz cavabı yenə də 7 olacaq. Və yaxud da bizə nə deyirdi? BA ədədi rəqəmlər cəminə nisbətində, düzdürmü? BA ədədini də biz bölməliyik. BA-nın açılışı 10, B üzərinə gəlsin A deyilmi? Bərabərdir. Rəqəmlər cəmi nisbəti. Biz B-nin yerinə neçə A qoymalıyıq? 2A qoymalıyıq. Çünki 2A bərabər idi 1B-yə. B-nin yerinə 2A qoyanda, onu vuranda 2A-ya bu eləyir 20A, üzərinə gəlsin A. Bölünsün rəqəmlər cəmi. Yəni A üzərinə gəl B. Yenə də B-nin yerinə 2A qoyanda artıq olur 2A, üzərinə gəlsin nəyə? A-ya. Bərabərdir. Yenə də 21A bölünsün 3A. Yenə cavab 7 olmuş olur. Və yaxud da 84 böl 8 üstə 4 12-yə 7. 63 böl 9-a yenə 7. 42-ni böləndə rəqəmlər cəmini 4 üstə 2 6-ya böləndə 7. Güman edirəm tam ətraflı aydın olmuş oldu. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-da deyir əbob AB 4, əkobları 120, A üstə gəlib B-nin cəmin ala biləcəyi ən böyük qiyməti tapın. Əboblarda nə edirdi? Ortaq olanların götürürdü. Ortaq olanlar ikisi içində 4-dür. Onda biz A bərabərdir 4K, B bərabərdir deməli 4
Məsələn, M-lə işarə edə bilərik. Bəli, heç fərqi varmı? Fərqi yox. Əslində AB-ni də əvəz edə bilərdik. Heç bir şey. Bu formada qalsın. İkisi içində ortaq olan nədir? İkisi içində ortaq olan 4-lərdir. Həqiqətən də belə qeyd edim. Əbu formada yazsaq. 4K ilə 4M üçün ortaq neçədir? 4-ün özüdür. Çünki K fərqli, M fərqlidir. Yəqin bura qədər aydın. Və bizə deyir ki, əkobları isə 120-dir. Əkoblarını necə tapırdıq? Əkoblarında qeyd edək. Əkob. Əkob deməli 4K və 4M üçün bərabər 120. K fərqli, M fərqli vurulsun və vurulsun bir dənə 4-ü götürürük. Yəni təkrar-təkrar yazmır. Bu bərabərmiş 120. 120-ni onda 4-ə böləndə K vurulsun M bərabər olur 30-a. Hasilləri 30 olsun. 30 olması üçün deməli 31 götürə bilərik. Sonra 15 2 götürə bilərik. Sonra 5 6 götürə bilərik. Başqa nə qaldı? 10 3 götürə bilərikmi? Bəli, götürə bilərik. Baxaq, başqa bir şey qaldımı? Səhv eləmirəmsə qalmadı. Bizə də deyir ki, cəmin ala biləcəyi ən böyük qiymət. Cəmi daha böyük olması üçün biz ədədləri bir-birinə ən yaxın götürməliyik. Məsələn, baxın burada 30 və 1 götürsək, 4-ü vuranda 30-a 120, 4-ü vuranda 1-ə 4 edir. 30 ilə 1-dir. İkinci, 15 və 2 götürsək, 4-ü 15-ə vuranda 60 və 4-ü 2-yə vuranda 8 edər. Sonra 5-in altını götürəndə 4 5-in 20, 4 altın 24 edər. 10-la 3-ü götürəndə 4 10-un 40 və 4 3-ün 12 edər. Hər biri içində əkoblar 120, əbablar isə 4. Bizə deyir, cəmin ala biləcəyi ən böyük qiymət. Ən böyük qiymət təbii ki, 120 ilə 4-ü toplayanda. 120 üstə 4, 124 olur. Ən az desəydi, ən az biz burada nəyə götürərdik? 20 və 24 toplayanda neçəni verər bizə? 44. Ən az cəmi 44 olardı. Ən çox isə 124. Güman edirəm, aydın olmuş oldu. Keçək növbəti suala. 10-cu sualda isə bizə deyir, 18 vur x bərabərdir n kubu. Bərabərliyi ödəyən ən kiçik natural x ədədini tapın. N kubu nə deməkdir? Yəni, n vur n. Yəni, bir ədədi 3 dəfə öz-özünə vurmaq. Onda 18-i sadə vuruqlara ayırsaq, bu olar 3-ün kvadratı vurulsun 2 üstü 1. Yəni, 3-ün kvadratı. Vur 2 üstü 1, vur x-a bərabərdir. Nəyə? N-in kubuna. Hərəsindən nə olmalıdır? 3 ədəd yaranmalıdır ki, n-in kubu yaransın. Ən az olması üçün. 3-dən burada 2 ədəd var da. 3 ədəd olmalı axı. Bu da kub olmalı. Bu da kub olmalı ki, həmin n-in kubu yaransın. Onda biz 3-dən 2-sini çıxanda yazmalıyıq 3 üstü 1 qalar. Vurulsun. 3-dən 1-in çıxanda 2 üstü 2 qalar. Bu da edər 3 vurulsun. 2-nin kvadratı 4-ə, 3 4-ün də 12. Yəni 18 vurulsun 12 ən kiçik n kubu verir və x-də ən az neçə olur? 12 olmuş olur. Cavab olur B variantı. 11-ci suala baxırıq. Əkob 18, 24 və x-dır və 720 olub. Bunların əkobu şərtini ödəyən ən kiçik x ədədini soruşur. 18 deməli bərabərdir. Bayaq da qeyd etdik. 3-ün kvadratı vur 2 üstü 1-ə və 24 bərabərdir. Sadə vurğu ayıranda 2-yə bölünür 12, 2-yə bölünür 6, 2-yə bölünür 2-nin artıq kubu. 2-nin kubu 8 vurulsun 3 üstü 1-ə. 720-ni sadə vurğulara ayırsaq 720 böl 2-yə 360 böl 2-yə 180 böl 2-yə 90 böl 2-yə 45. Yəni 720 bərabərdir 2 üstü 4 vurulsun. 45 3-ə bölünür 15, 3-ə bölünür 5. Vurulsun 3 üstü 2, vurulsun 5 də 5-ə bölünür, bir dənə 5 üstü 1-ə. Ən kiçik deyirsə, deməli, biz nə edirdik? Əkobda ən böyüklərini götürürdük. Ən böyüklərinə baxarıq. Biz burada nələr ən böyükdür? 3 üstü 2 burada da var, burada da var. Ehtiyacı deyil. Yerdə nə qaldı? 2 üstü 4 və 5 üstü 1. Onda yaza bilərik ki, 2 üstü 4 ilə vurulsun 5 üstü 1 ən kiçikdir. 2 üstü 4 16 edər, vur 5-ə, bu da 80 etmiş olur. Ən kiçikləri 80. Yox, ən böyüklərini soruşsaydı, ən böyükləri 80-i vuranda
3-ə 240, sonra isə bir də təkrar 3-ə vursaq, bir də 720-ni yaza bilərdik. Ən böyüklərini soruşsaydı 720-ni özün götürərdik. Ən kiçiyini soruşduğuna görə cavabımız elə 80 olmuş olur. Növbəti suala baxaq. 12-ci suala baxırıq. 5-ə böldükdə 2, 6-ya böldükdə 3, 7-yə böldükdə 4 alınan ən kiçik 3 rəqəmli natural ədədi tapın. Həmin natural ədəd tutaq ki, n-lə yazaq birinci şəkildə. 5-ə böldükdə qalıq 2 qalırsa, qalıq 2 qalırsa. Deməli, 5-dən çıxanda ikisinin yeri neçə var? 3. Deməli, 3 vahid artığı var ki, ikisi çatmır da. Neçə çıxmalıyım? 3 çıxmalıyım. 6 üçün də yoxlayaq. 6-ya böldükdə qalıq 3 qalırsa, 6-dan 3-ün çıxanda deməli 3 vahidi bunun var. 7-dən 4-ün çıxanda 3. Fikir versiniz, hər birində eynidir. Yəni deməli həmin o n ədədindən biz 3 vahid hər biri nə var? Artığı var. Artığın gələndə həmin o n-in üstünə belə deyək də 3 artığın gəlsə, biz nə taparıq? Əkub 5-ə, 6-ya və 7-yə bölünən ən kiçik ədədi tapmış olarıq. Yəni onda olar əkub belə qeyd edək. 5, 6 və 7. 5-in 6 qarşılıqlı sadə rəddir. 5, 6-nın 30. 30 və 7. 7 sadə ədəd olduğuna görə 37-yə vuranda 210. Deməli, m plus 3, həmin 3 artığı bərabərdir 210-a. 210-dan 3-ün çıxanda m bərabərdir 207. 207 ədədi ki, ən kiçik. 5-ə böləndə 2 qalır. 6-ya böldükdə qalıq 3. 7-yə böldükdə isə qalıq 4 qalmış olur. Cavabımız olur B variantı. Növbəti 13-cü suala baxaq. 13-cü sualda 5 ardıcıl tək natural ədədin cəmi 115-dir. Bu ədədlərin ən böyüyünü tapın. Sadə bir sualdır. İstəyir tək ədədlər, istəyir cüt ədədlər. Dedik ki, 2 vahid arta-arta və ya azala-azala düzülür. Biri x olsa digəri x plus 2, digəri x plus 4, x plus 6 və x plus 8 yaza bilərsiniz. Bunların cəmini toplayıb ümumilikdə 115-ə bərabər edib x-in qiymətini tapa bilərik. Amma bizim əlavə bir sadə yolumuz vardı. Biz dedik, əgər ardıcıl vahid arta-arta, yəni 2 vahid olsun, 5 vahid, 7 vahid, 8, 17, heç bir fərqi yox. Və ədədlərin sayda tək saydadırsa, yəni 3 ədəd, 5 ədəd, tutaq ki, 7 ədəd, 9 ədəd, tək saydadırsa cəmin, yəni 1, 2, 3, 4, 5 dənə. Cəmin sayına böləndə ortadakı ədədi, məsələn, ortadakı ədəd neçədir burada? 3-cü ədəd tapa bilər. Yəni elə 115 bölünsün 5 ədəd olduğuna görə 5-ə böləndə düşər 2, 23. Deməli, 3-cü ədəd neçə imiş? 23. İkinci ədəd 2 çıxanda 21. Birinci ədəd 2 çıxanda 19. Dördüncü ədəd 2 gələndə 25. Beşinci ədəd isə 27. Yəni 23, 21, 19, 25 və 27. Və hətta bu tənliyi də həll edib cavabı tapa bilərdik. Ən böyüyünü soruşur, ən böyük cavabımız olur 27. A variantı. Bu qapalı sualların izahı idi. Güman edirəm faydası olmuş oldu. İndi isə keçək açıq sualların izahına. Açıq tipli sualların izahı ilə davam edirik. 14-cü suala baxırıq. 14-də deyir n tək natural ədəd olarsa, əkub n plus 2 üzərinə gəlib əbobun 144 alanda tənliyindən n-i tapın. Tək natural ədəd, ardıcıl tək natural ədədlərdə hardan biri ardıcıldır? Çünki 2 vahid artıqdır. Məsələn, 7, 9 olsun. Tutaq ki, 19, 21 olsun. Əkobları hasilləri olur, əbobları isə hər zaman 1 olur. Bu ardıcıl tək ədədlər üçün də keçərlidir və ardıcıl natural ədədlər üçün. Onda bunların əkobları bunların hasili olacaq. Yəni, n vurulsun, n plus 2 olacaq. Əbobları isə 1. Cəmləri, deməli, n vurulsun, qeyd edək. N plus 2, üzərinə gəndə 1 bərabər olur 144-ə. 144-dən birini çıxanda n vurulsun, n plus 2 bərabər olur 143-ə. İndi burada kvadrat tənliyinə də həll edə bilərik. Amma daha rahat yolu, həmin bu 143-ü sadə vurğulara ayırsaq, 143, deməli, 2-yə bölünmür 3-ə, 5-ə, 7-yə bölünmür, 11-ə bölünər. Düşər 13, 13 də 13-ə bölünər, düşər 1. Deməli, onda n-in yerinə biz neçə yazmalıyıq? Yəni, özündən 2 vahid böyükədir, 11. 11-i vuranda, 11 qoyanda yerinə 11 üstə 2, 13-ə biz 143-ü almış oluruq.
Eni soruşur bizdən tapın. N bərabər oldu 11-ə. Cavabımız olur 11. Və ya qeyd etdiyim kimi kvadrat tənliyə də çevirib oradan tapa bilərdik. Növbəti 15-ci suala baxırıq. 1 faktorial üstə 2 faktorial və belə davam edib. Cəminin 12-yə bölünməsindən alınan qalığı tapın. Ümumiyyətlə faktorial nədir onu qeyd edək. Deməli məsələn tutaq ki yazıram 4 faktorial. Bu demək ki 4 vurulsun 3 vur 2 vur 1-ə. 5 faktorial. Bu demək ki 5 vur 4-ə vur 3-ə vur 2-yə vur 1-ə və s. belə. Baxın, burada elə qeyd etdiyim kimi 4-dən sonra olan hər biri 12 onsuz tam bölünəcək. Nə üçün? Çünki 4 üçün 12 yaranırmı? Bəli. 4 üçün 12 yaranırmı? Bəli. Bu 6 faktoriyada da belədir. 6 faktoriya bərabərdir 5, daha doğrusu 6 vurulsun 5-ə, vurulsun 4-ə, vur 3-ə, vur 2-yə, vur 1-ə. Yenə də burada 4 vurulsun 3, 12 var. Yəni bunların hamısı onsuz 4-dən sonra olan bütün hamısı 12-yə tam şəkildə nə olur? Bölünür, qalıq qalınır. Onda 4-dən qabağa olan, yəni 1 faktorial üstə 2 faktorial üstə 3 faktorial. Bu bizə lazım. 1 faktorial 1 edər. 2 faktorial 2 vurulsun 1. Üzərinə gəlsin 3 faktorial 3 vur 2 vur 1. Bu da edər deməli 3 2 6 8 9. 12-dən kiçik olduğuna görə elə qalıq 9. Yox, əgər 12-dən böyük olsaydı, məsələn deyim, tutaq ki 15 olsaydı, 15-i bölərdiniz 12-yə, deyərdiniz ki qalıq 3. Məsələn 20 olsaydı, 20-ni bölərdiniz 12-yə, deyərdiniz qalıq 8. Yəni burada da cavabımız oldu deməli, rəngini dəyişək. 14-cü sualda 11 oldu, 15-ci sualda cavabımız 9 oldu. 16-cı suala baxırıq. 16-cı sualda x kvadratı çıx y kvadratı 31-dir və bizdən kvadratlar cəmin soruşur. X kvadratı çıx y kvadratı bir dəfə x çıx y deməkdir. Bir dəfə də cəmi x plus y deməkdir. Bu bərabər 31. 31 biz bilirik ki, natural ədədlər verir bizə. Natural ədədlərin hasilində 31 ancaq 31 vurulsun 1-də yaranır. Çünki 31 özü sadə ədəddir. Sadə ədəddir, 31 vur 1-də yaranır. Deməli x çıxılsın y və x plus y var da, düzdürmü? Onda biz bunların fərqinə 31 yazsaq, cəminə 1 yaza bilərikmi? Xeyr. 2 natural ədədin cəmi 1 etməz. Ona görə əksinə olaraq biz cəmlərinə 31, fərqlərinə isə 1 yazırıq. Bu sistem tənliyi ilə tərəf-tərəfə toplayanda y-lər gedər. 2x bərabər olar 32-yə. X bərabər olar 16. X 16 olduğuna görə 16 qoysa, 16-dan neçə çıxanda 1 qalır? Y də olur 15. Və yaxud da 31-dən 16-nı çıxanda 15 olur. Bizə deyir x kvadratı üzərinə gəl y kvadratını tap. Yəni 16-nın kvadratı üzərinə gəl 15-in kvadratı. 256 üstə də 225, bu da edər 481. 16-cı suallara cavabımız olar 481. Növbəti 17-ci suala baxın. 17-ci sualda isə bizə deyir 40 ədədindən kiçik və 40 ilə qarşılıqlı sadə olan neçə natural ədədi var? Hər yolumuz necə idi belə sualda? Verilən ədədi sadə vurğulara ayırdıq. 2-yə bölünər 20, 2-yə bölünər 10, 2-yə bölünər 5, 5-ə bölünər. Yəni oldu 2 üstü 3 vurulsun 5 üstü 1. Və nə edirdik? Bu ədədlərin hər biri, məsələn belə deyək, A vurulsun, tutaq ki, məsələn sadə vurğular belə olsun da, N, M və s. K, A vurulsun, 1 çıxılsın, deməli 1 bölünsün N, vurulsun, 1 çıxılsın, 1 bölünsün M-dir. Yəqin ki, yadınıza düşmüş oldu. Yəni həmin bu ədəd də elə A ədədidir, yəni 40 edir. Bu vurulsun deməli. 1 çıxılsın, 2-də 1-in çıxaq, 1 çıx, 2-də 1. Vurulsun, 1-də nə var? 5. 1 çıx, deməli 5-də 1. Bu da bərabər olur. 2 üstü 3, vurulsun 5 üstü 1. Vurulsun 1-dən 2-də 1-in çıxanda 2-də 1, 1-dən 5-də 1-in çıxanda 5-dən 1-in çıxanda 5-də 4. İxtisarları aparsa 5-lər getdi. Və burada vurulsun da çıxılsın yazmışam, üzr istəyin. Vurulsun. 2 ilə 4 getdi, 2 qaldı. 1-də nə qalıb? 2 üstü 3. 2 üstü 3 8 edər. Yəni 2-nin kubu 8. Vurulsun 2-yə. 8 2-də 16. Cavabımız oldu 17-ci sualda 16. Növbəti suala baxaq. 18-ci suala baxırıq. Uzunluqları 90 və 150 metr olan iki boru kəsilərək bərabər və mümkün olan ən uzun ölçülü hissələrə ayrılır. Cəmi neçə kəsim edilir bizdən soruşur.
Ən böyük deyirsə, deməli biz bunlar üçün nə tapmalıyıq? Əbob tapmalıyıq. 90 və 153. Sadə vuruqlara da ayıra bilərsiniz və yaxud da 90-a 3 vurulsun 30 şəklində yaza bilərik. 150-ni isə deməli 5 vurulsun 30 şəklində yaza bilərik. 90-ı 30-a böləndə 3 deməli hissə var. 3 hissə varsa bizə nə deyir? Kəsimlərin sayı. Baxın, diqqət edin. 3 hissə varsa çıxılsın 1, 2 kəsim buradan yaranır. Çünki baxın, belə göstərək, bir dənəsi aydın olsun. 1, 2. 2 yerdən kəsim hissələrə baxın. 1, 2, 3 hissə oldu. Və yaxud da burada da 150-ni 30-a böləndə düşür 5. 5 hissə varsa 5 çıxılsın 1, 4 kəsim var. Bunu da göstərək, tam aydın olsun. Baxın, 1, 2, 3, 4 dəfə kəsdim. Hissələrin sayı 1, 2, 3, 4, 5 olmuş oldu. Ümumi kəsimlərin sayı nə qədər oldu? 2 kəsim 1 və 4 kəsim də 1. Cəmi 2 üstəgəlsin 4, 6 kəsim olmuş oldu. Cavabımız oldu 18-ci sualda da 6. Keçək növbəti suala. İndi isə 19-cu suala baxırıq. 19-da belə bir ifadə verib və deyir ki, ifadənin qiyməti natural ədəd edən. Baxın, əvvəlki sualların içində tam ədəd edən vardı. Burada isə deyir natural ədəd edən. Ən böyük və ən kiçik n ədədlərinin cəmi tapın. Bu tip suallarda da nə edirik? Parçalayırıq. Yəni 15 bölünsün, 15n daha doğrusu, bölünsün n, çıxılsın 36 bölünsün n şəklinə sala bilərik. Bu da bərabər olar. N'lər buradan gedər. 15 çıxılsın 36 bölünsün n qalır. 36-nın bölündüyü ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 6, 9, 12, 18 və 36-nın özü. Yaddan çıxan bir şey səhv eləmirəmsə yoxdur. Və 15-dən nələri çıxanda yenə də ifadəmiz natural ədəd etməlidir. Tutaq ki, burada n-in yerinə 1 yazsaz, 36 bölünsün 1 olar. 36-nı da 1-ə böləndə 36. 15 çıxılsın 36 artıq natural ədəd etməz. Bizə deyir, ifadəsi də natural ədəd olsun. Tam ədəd desəydi, təbii ki, 1-i də götürə bilərdik. Natural ədəd olması üçün deməli 15 yerləşir hansı ədədlər arasında? 12 və 36 kimi bunlar arasında yerləşir. 12 qoysaq, 12 alınması üçün n-in yerinə neçə yazmalıyıq? 36 12-yə böləndə 3 yazmalıyıq. Deməli, ən kiçik n 3 olur. Ən çox isə 36-nın özün yazırsa, 36-ya böləndə 1, bəli. 1 də 36-nın özün yaza bilərik. Ən kiçik 3, ən böyük isə 36. Cəmi soruşur bizdən 3 üstəgəl 36, cəmi edir 39. Güman edirəm, aydın olmuş oldu. 20-ci suala baxırıq. 20-ci sualda ümumi bir ifadə verib və bizdən soruşur rəqəmlər cəmi. Bayaqki suallarda da qeyd etmişdik. AB-nin açılışı olur 10, A üzərinə gəl B. BC-nin açılışı olacaq 10, B üzərinə gəl C. C-A-nın açılışı isə üzərinə gəl 10, C plus A şəklində olmuş olur. Və bu da bərabər 209-a. A-ları toplasaq 10A, bu da A. 11 A etmiş olar. Üzərinə gəl. B-lər toplayanda 11B və C-lər də toplayanda edir 11C. Bərabər 209-a. Hər biri 11, 11, 11 mislidir axı. Deməli, hər birini onda bölərik 11-ə. Hər birini 11-ə bölərik. Bölünsün 11. 209-u da 11-ə bölərik. Onda olar A üzərinə gəl B, üzərinə gəl C. 209-u da 11-ə böləndə düşər 19. Bizdən 3-ünün cəmini soruşurdu elə. 3-ünün cəmi etdi 19. Yəni 20-ci suallara cavabımız oldu 19. Növbəti 21-ci suala baxaq. 21-ci sualda isə bizə deyir ki, 2 natural ədədin fərqi 15, əbobu isə 3-dür. Bu ədədlərin cəminin ala biləcəyi ən kiçik qiyməti tapın. Əbobu 3 nə deməkdir? Qeyd edək burada. Əbob 3 o deməkdir ki, biri məsələn 3 A olsa, digəri də 3 B şəklində olmalıdır. Çünki əbobda dedik ki, B, eyni olanlar hər birində 3 eynidir. Və fərqi də deyir 15. Deməli, onda 3A çıxılsın 3B, bu fərq 15-ə bərabər olmalıdır. Onda hər birini bölsə 3-ə, A çıxılsın B bərabər olmalıdır 5-ə. Və cəmin ala biləcəyi ən kiçik qiymət soruşursa, onda
Qarşılıqlı sadə ədəd olsun deyə mən A-nın yerinə və B-nin yerinə ən kiçik nələri yaza bilərik? Ən kiçik natürel ədəd B-nin yerinə 1 yaza bilərik. Nədən 1 çıxanda 5 qalır? Onda A-nın yerinə neçə yazmalıyıq? 6 yazmalıyıq. Onda B-nin yerinə 2 yazsaq A 7 olar, 3 yazsaq bu 8 olar və sair belə davam edər. Bizə ən kiçik soruşduğuna görə 1 və 6-nı götürməliyik. Onda B-nin yerinə 1 yazırıq, A-nın yerinə də 6. Onda ədədimiz olacaq, burada qeyd edirik. A ədədi 3 6-ın, yəni ədədin biri 3 6-ını eləyir 18. B üçün də yazarıq 3 1-in 3. 3 və 18-in əbobu 3-dür. Fərqləri də 15-dirmi? Bəli. Və bizdən də cəmin soruşur. 18 üstəgəl 3 cəmləri edir 21. 21-ci sualda elə cavabımız 21 olmuş olur. Keçək növbəti suala. 22-ci suala baxırıq. 22-də deyir, bölmə əməliyyatında bölən 18, tutaq ki, A bölünsün 18 və nataman qisməti isə qalıqdan 2 dəfə kiçikdir. Qalıq tutaq ki, B olsa, nataman qismət bundan 2 dəfə kiçik, B bölünsün 2 olmalı. Və qalığın ala biləcəyi ən böyük qiymət üçün böləni tapın. Qalıq da burada B qeyd etmişdik. Qalıq hər zaman kiçikdir nədən? Böləndən. Yəni bölən neçədir? 18-dən kiçik. Və qalığın ala biləcəyi ən böyük qiymət üçün. Qalıq ən böyük neçə götürə bilərik? 18-dən kiçik, 17, 16, 15, yəni bu ədədlərdir də, düzdürmü? Əgər biz 17 yazsaq, 17-ni 2-yə burada bölə bilmərik. Yəni bu qalıqlı bölmə əməlinə düzgün ola bilmir. 17 yaza bilmədiyimizə görə 2-yə bölünən ən böyük 18-dən kiçik, amma ən böyük ədəd neçə? 16-nı yaza bilərik. Onda A bölünsün 18 bərabər olar. 16 yazanda 16-nı 2-yə böləndə 8 düşər. Və qalıq da neçədir? Qalığı da 16 yazmış oldu. Onda A bərabərdir, yəni bölünən bərabər. Natavan qisməti vururuq bölənə 18-ə, üzərinə gəlir 16-nı. 16-nı çölə çıxarsaq 2, 20, 28-ə vuranda 160. Yəni 22-ci suallara cavabımız olar 160. Növbəti 23-cü suala baxaq. 23-cü sualda 2 natural ədədin nisbəti 3, 5 kimidir. Əbobların, əkobların fərqi 84. Cəmi soruşur. Nisbətləri veribsə, onda x bərabərdir 3k kimi, y bərabərdir 5k kimi yaza bilərikmi? Bəli, yaza bilərik. Deməli, əkobları, əkob 3k və 5k üzərinə gəlinsin demə. Daha doğrusu fərqi çıxılsın, bir saniyə. Çıxılsın əbobları. Əbob 3k və 5k bərabərdir 84. Əkoblarında nə edirdik? 3 və 5 qarşılıqlı sadə ədəd olduğuna görə 3 vurulsun 5, k-dan da bir dəfə istifadə edirik. Vurulsun k. Çıxılsın. Əkobları b və b nəyə qeyd etdik? Eyni olan. İkisində də eyni olan nədir? K-dır. Çıxılsın k bərabər 84-ə. 3 5-in 15. 15k-dan k-nı çıxanda 14k bərabər olur 84. 84-ü 14-ə böləndə k bərabər olur neçəyə? Deməli 6-ya. Ədədlər 3 6-ın 18 və 5 6-ın deməli 30. Cəmi soruşur 18 üstə 30 48. Və yaxud da cəmləri əvvəlcədən 3k üstə 5k 8k eləyir. K-nı da 6 tapmışıq. 8 vur 6-ya yenə də cavab 48 olmuş olur. Növbəti 24-cü suala baxaq. Bir saniyə ekranı silək. 24-də isə bizə deyir. 8 üstü 7 vur 125 üstü 4 hasilinin hesablamasından alınan ədədin rəqəmlərin sayını tapın. 8-i biz necə yaza bilərik daha rahat? 8 2-nin kubu deyilmi? Bəli. 2-nin kubu üstündə 7 yazaram. Vurulsun 125 5-in kubudur və üzərində də 4 yazmış olar. Bu da bərabər olar. 3 7-in 21, yəni 2 üstü 21. Vurulsun 3 4-ün 5 üstü 12. Bu da bərabər. 2 üstü 21-i eyniləşdirmək üçün, çünki sonu 0 olanda, 2-ni 5-ə vuranda 0 yaranır. Daha rahat olsun deyə mən. 2 üstü 21-i 2 üstü 9 vur 2 üstü 12 yaza bilərəmmi? Bəli. Niyə 12 yazdım? Çünki burada da 5 üstü 12 vardı. Bu da 12 olsun ki, artıq qüvvətlər eyni olanda əmsalları bir-birinə rahat şəkildə vura bilər. Vurulsun 5 üstü 12. Bu da bərabərdir.
2 üstü 9'un açılışı 2'ni 9 dəfə bir-birinə vurmaq deməkdir. Yəni 2 üstü 9 o deməkdir ki, 2 vur 2 vur 2, yəni 9 dəfə. Bu da eləyir 512. 512 vuruz. 2 üstü 12'ni 2 üstü 5'e vuranda 2 5'in 10 eder. Üstündə 12'nin də olduğu kimi saxlayır. 10 üstü 12 o deməkdir ki, 10'u 12 dəfə öz-özünə vurub. Yəni 1 arxasında 12 0 deməkdir. 1 arxasında 12 0. 512'ni də 1'ə vuranda elə 512 arxasında 12 0 olacaq. Yəni burada sıfırların sayı yazaq 12 ədəd. Və yaxud da belə fikirləşə bilərik. 512'də 3 rəqəm var, 12 rəqəm də burada. Cəmi neçə rəqəmli oldu? 3 üstəgəl 12, 15 rəqəmli olmuş oldu. Və yaxud da yenə də burada 3 rəqəm və 12 rəqəm də burada cəmi edir 15 rəqəm. Yəni cavab oldu 15. Növbəti və sonuncu 25-ci suala baxaq. Bir saniyə ekranı silək. Sonuncu və 25-ci sualda bizə nə deyir? Uzunluğu 720 metr olan düz xiyaban boyunca hər 12 metrdən bir ağac əkilmişdir. Əgər məsafə hər 18 metrdən bir olaraq dəyişdirilərsə, yerindən tərpənməyən ağacların sayını tapın. Yerindən tərpənməyən ağacların sayını müxtəlif cür tapa bilərsiniz buradan. Məsələn, 720 12'yə bölün, sonra 18'ə bölün. Göstərim o yolu, baxın. 720 bölərək birinci 12'yə düşər neçə? 60. 60 buradan və 720 bölünsün 18'ə 40 dənə buradan. Əvvəlki ağacların sayı 60, sonra 40. 60 çıxılsın 40 bərabər 20. İlkin birinci ağacı əkdikdə, baxın, birinci ağacı əkilən kimi hər hansı bir məsafə gedirmi? Yox. Yəni 20 ara varsa bu aralar. Ağacların sayı artıq neçə olacaq? 20 üstəgəl 1, 21 dənə. Yəni cavab olacaq 21. Ümumi 21 ağacın yeri dəyişməyəcək. Və yaxud da belə də gedə bilərdik. 720'ni böləndə 12'yə düşür 60 ara. 60 ara varsa üstünə 1 gələndə bu deyilir 61 ağac. Və 720'ni 18'ə böləndə düşür 40. Üzərinə 1 gələndə bu deyilir 41 ağac. 61'dən çıxanda 41'in yenə 20. Amma birinci ağacda heç bir məsafə olmadığına görə üzərinə 1 gələndə 21 tapmış olur. Digər bir yolu isə biz 18 və 12 üçün əkov taparıq. Nə üçün? Çünki hansı ədəddir ki, hansı məsafədədir ki, həm 12'yə bölünür, həm 18'ə. Çünki bax belə gedirik. Bu sanki ağacları əkirik. Bir ağac, tutaq ki, 2, 3 və s. Düzdürmü? Elə bir ağaclar arasında olan məsafə var ki, məsələn buradakı ağac, məsələn buradakı ağac. Bunlar həm 12'yə bölünür, həm 18. 12 və 18 üçün əkov 36'dır. Yəni həqiqətən də hər 36 metrdən bir həmin o məsafə üst-üstə düşür. Ona görə ağaclar yerindən tərpənmir. Bir də ki, həmin bu birinci ağac. Çünki birinci ağac əkdikdə heç bir məsafə getmir. Bu 1'i plus 1 hardan gəldin? Yəqin ki, artıq tam bildik. Və 720 metr deyildi. 720'ni böləndə 36'ya düşür neçə? 20 ara. Yəni 20 dənə bu formada nə var? Ara var. Eyni üstə düşənlər. Və birinci ağacda əkiləndə heç bir məsafə olmadığına görə birinci ağacı da yerindən tərpənmir. Yəni yeri dəyişmir. Onda olacaq 20 üstəgəl 1, yenə cavabı 21 almış olacaq. Güman edirəm 2 yolun ikisi də aydın olmuş oldu. İzahlarımız hələ ki bu qədər. Sizlər üçün faydası olmuş oldusa, nə xoş mənə. Bu cür video izahlardan faydalanmaq üçün və daha tez xəbərdar olmaq üçün kanala abunə olub, bildiriş aktiv etməyi unutmayın. Bəyənib paylaşdıqda sizlər də mənə dəstək olmuş olub, necə deyək, daha çox həvəsləndirə bilərsiniz. Hər birinizə uğurlar olsun. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.